sual var idi ki, deyir Qarabağın çörək səbəti adlandırılır. Haradır? Aha, Ağdam rayonu. Qarabağın ən böyük şəhərlərindən biri hansı idi? Xankəndi. Aferin, düzdür, Xankəndidir. Bəs hansı şəhərimiz idi ki, ora, yəni belə deyək də, mədəniyyət və musiqi mərkəzi sayılır? Yaşa, Şuşa. Təxminlə deyək də, dəniz səviyyəsi nə qədər hündürlükdə yerləşir? 1400 metr hündürlükdə yerləşir. Bəs Şuşa şəhəri kim tərəfindən təsis edilmişdir? Neçənci ildə? 1752. Aferin, 1752-ci ildə. İndi biz bu dərsimizdə neynədik uşaqlar? Rayonlarımızı işıqlandıracağıq. İndi, buyur. Aha, indi sən Qubadlını işıqlandır. Fikir verirsiniz uşaqlar. Bir də əlini bu tərəfə elə. İndi Laçını işıqlandıraq. Laçını tap. Mən hazırda hara işıqlanmışam. Aha, indi Kəlbəcər eləyik. Biz indi Laçını işıqlandıracağıq.